Xanımlar, krem hazırlayıram. Bir qab qatlaşdırılmış süt, bir də 250 qram İran yağı, yəni istənilən yağda, çərə yağı. Krem hazırlayım, sonra tortum, biskvitini hazırlayacağım. Əslində daha öncə hazırlayacaqdım. Yəni bu son videoma salacaqdım kremin hazırlanmasını. Ola bilər tortu da bişirərdim. Sadəcə hazır formasını gələn videoya salardım. Sadəcə olaraq deməli bu son videoda pankek bişirdim. Səhər-səhər uşaqlar deməli qatlaşdırılmış südlə yedilər. Bir dənə qalmışdı qatlaşdırılmış süd. Onu açdım, yedilər. Da qatlaşdırılmış süd olmadığı üçün kremi hazırlaya bilmədim. Kremi hazırlaya bilmədim. Ona görə gözlədim ki, oğlum işdən gələndə alsın, gətirsin. Yəni hazırlayayım. Belə gözəl xanımlar. Bu da mənim deməli tefal mikserimin qabıdır. Yəni bu hündürdür deyə bu rahatdır. Bunda sıçramır. O şüşə qablarda eləyəndə sıçrayır xanımlar. Məncə əvvəlcə yağı qarışdırıram, sonra qatlaşdırılmış südü əlavə edəcəm. Kremim hazırdır. Üzərinə streç örtüb qoyuram soyuducuya. Xanımlar, bu nədir? Bunu yəni görmüsünüz. Görənlər görüb. Görməyənlər üçün göstərirəm. Deməli bunu mən Trend yoldan almışdım 2 il öncə. Bu cür. Əslində bu divara asılır xanımlar. İndi məndə mətbəx balacadır. Həm də ki açmaq onları mənim uşaqlarım əlindən gəlmir də. Bunlar ancaq işə gedirlər, evə gəlirlər, işə gedirlər, evə gəlirlər. İnanın ki, mətbəxdə lampanın biri xarab olub xanımlar. Onu balaca oğlum dəyişəndə belə açmaq istəyəndə qapağı çıxdı, özü qalıb orada patron. İndi o elə qalıb elə. Biz onu bir də usta çağırmalıyıq ki, gəlsin onu açsın. Çünki mən də qorxuram, qoymuram. Çünki başlar çıxmır, toka, yəni elektrikə qorxuram. Təsəvvür edin də, yəni bu nədir ki, 3 dənə elə xoşum gəlir ki, məsəl üçün elə ailələr var ki, ailədəki oğul, yoldaş, yəni bacarırlar belə ki, adi bir şeyləri bacarırlar. Mənim rəhmətli yoldaşım da bacarmırdı, uşaqlarım da. 3 dənə belə divar asmaq üçün vurursan, xanımlar, asılır belə, qəşəng. Mətbəxin bir tərəfində divarda qalır. Deməli, falqadır, streçli, bu da bişirmə kağızıdır. Sərgəli də, sənə nə lazımdırsa, çıxarırsan, nə qədər lazımsa belə kəsirsən, götürürsən, çox rahatdır. Mən dolaba qoyuram, belə dedim sizə göstərim. Belə xanımlar, örtüm, streçlə qoyum soyuducuya, görüm hələ mən biskviti necə pişirim o qabda. Mən qoyum soyuducuya, başlayayım biskvitini hazırlamağa. Xanımlar, ilk öncə yeməyi hazırlayım, sonra biskviti bişirəcəm. Yeməyi də axşam hazırlayıram əslində. Günortaya yeməyi var. Oğlum işdən gəldi, yedi. Günah yedi. Akşama hazırlayıram xanımlar. Qıymadır. Qıymadır, yağda. Elə yağda qıymanın öz suyu çıxacaq xanımlar. Bişəcək. Soğan da əlavə edəcəm. Pomidor sos əlavə edəcəm.
Qışda əlimizdən tutur da. Çox gözəl. Belə gözəl xanımlar. Bu sobanın bu gözü daha içidir xanımlar. Bəlkə bunu ora qoyardım, onu bura, qazanı bura qoyardım. Hep yox. Su da qoymuşam qaynasın. Bunları tez edeyim, sonra bisküviti pişirəcəm. Görmeyen hanımlar üçün 400 qramlıq hanımlar. Bu cürdür. Şu paket süzəcəm. Belə. Sobanın ön tərəfi böyük gözdür, yəni gur yanırdı. Ona görə qazanı önə keçirtdim. Tavanı arkaya keçirtdim. Hanımlar, mən su əlavə etmirəm, görürsünüz. Yəni öz suyunu buraxır, qıyma öz suyunu buraxır. Yağ da əlavə edirəm, sonra yağda. Pomidor sosu da əlavə edəcəm, yəni da bu bişəcəkdir. Soğanı da əlavə edeyim. Yeşil soğan da kızarsın hanımlar. Hələ əziyyətlərini əlavə etmirəm. Biraz almışım hodunu. Bu qapak hanımlar, bu tavanın değil. Bu tava 2 dənədir məndə, bu böyükdür. Bu 24'tür. Bir de ben 22 santim ölçülü tavam. Bu da bir başka 24 santim tavam. Yok. 22 santim tavam var. Onun kapağıdır. Ona göre biraz buna balaca olur içine girip. Bu tava, 2 tane tavam kapaksızdır. Hanımlar, açılıyor. Maşallah çok dadlıdılar, çok güzeldiler. Hanımlar,
Xanımlar, hamısını etmirəm, hamısını edərəm. Yeri belə deyirik də, dar olanda, yəni çox olanda da içində istəyir vermişik, istəyir makaron, istəyir düyü. Onda elə bil ki, əzilir də, xəşil kimi olur. Yetərlidir. Yetərlidir bu. Belə. Çox ləzzətlidir xanımlar. Çox, yəni adi makaronlardan, vermişlərdən bunlar çox ləzzətlidir. Qara istiyor, qırmızı istiyor. Mərkəz olması qıymadan balaca küftələr elədi. Sulu yemək. İki dəqiqə qalsın xanımlar, pomidor sosunu əlavə edəcəm. Çünkü hanımlar, yemeğim hazırdı. Elde yuyulanları yudum, maşına koyulanları koydum. Böyle yemeğim de hazırdı. Oyun olanlarım da gələndə süzəcəm, təzə süzəcəm.
Onlar sevirlər ki, oradan süzüb buradan yeməyi. Hanımlar, ət də hazırdır. Çox qəşəng. Bu yağı da, suyu deyil, deyərsiniz ki. Suyu yağıdır, yağı çox oldu. Yəni, mənim uşaqlarım yağlı sevirlər. Belə. Pomidorların da qabığını soymuşam. Yəni, iri-iri olsalar deyib yox. Xanımlar, oğlum dedi, biraz qoy yiyeyim. İsti-isti bunlar sevir də. Əslində yemək yeyiblər, günorta yemək yeyiblər. Buna dedi, istəmirəm. Xanımlar, böyük oğlum mütləq qabında qalır. Boş qabında qalır. Ona görə onu çox qoymuram. Qalanda da əvvəl mən yeyirdim, indi Günay yeyir. Qabında qalır. Nə qədər qoysaq, az da qoysaq, neynəsək, yəni ki, mütləq o qabında saxlayır. Yəni onda belə deyək də adətdir. Xanımlar, soruşmursunuz, bunun dişi hanım? Məlik dişləyib. Məlik dişləyib. Məlik dişləyib, nəvəsi ona qurban. Daha çox qıyma ilə xoşlayır uşaqlar. Qıyma olanda xanımlar, elə bil hər bir tərəfinə yayılır da. Hər, belə deyək də, tikə də ağıza gedir. Belə. Göstərim sizə yaxın. Aparın balam nuşi candan yesin. Təbii ki, qatıqla xanımlar, ya qatıqla, ya smetanla. Bir izləyicim yazmışdı. Həmin izləyicinin dediyi biraz mənə mantıqlı gəldi. Xanımlar. Deməli, 24 sm götürmüşəm ölçünü və bu hissələri kəlbətindən sıxmışam. Həm altdakını, həm üstdəkini. Xanım deyir ki, kəlbətindən sıxın. Təbii ki, evdən çıxdığım zaman artıq indi fikir verirəm. Bütün xanımlar nəsə belə kesirdirlər. Belə balaca şpilkalar da olur, nə bilim, böyük belə şpilka kimi də görürəm. İndi əvvəl bilmirdim, fikir verməmişəm. İndi hələlik, yəni sıxdım. Xanım dediyi kimi elədim, kəlbətindən. İnşallah ki, problem olmaz. Belə balaca listin içərisinə qoydum. Belə bu cürdə yağlı kağızı qoymuşam xanımlar. Bu qalsın burada. Xanımlar, mən 7 ədəd yumurta edəcəm. Bir dolu stəkan da kuruslar stəkan şəkər tozu. Xanımlar, 3 yemək qaşığı bitki yağı. Böyle güzel xanımlar.
Xanımlar, bu arada sobanı yandırmışam alt üst rejimdə. 170-180 dərəcədə qoyuram. Bişməyə qoyanda xanımlar mən 150 dərəcədə bişirirəm. Haç 35 dəqiqə bişəcək. Unuttum. Elə bildim hardasa 4-5 yumurta edirəm də biskvitini. Ona görə 1 stəkan şəkər tozu dedim. Amma sonradan yenə əlavə etdim. Deməli 2 xrustal stəkan, hər biri 1 barmaq aşağı. Düzdür, birincini dolu əlavə etdim. İkincini yəni ayarladım. 2 stəkan hərəsi 1 barmaq aşağı, bu qədər. Yəni dolu olmayan 2 stəkan. Şəkər tozu xanımlar, deməli 7 ədəd yumurta, 2 dolu olmayan xrustal stəkan şəkər tozu, 3 yemək qaşığı bitki yağı, 2 paçka qabartma paket, 1 paket vanil. Xanımlar 25 dəqiqə, 20-25 dəqiqə, yarım saata qədər. Mikserdə qarışdırırıq. Xanımlar, 2 stəkan yarımda un. Deyirəm də belə fikrim gedib 4-5 yumurtaya, deyirəm 1 stəkandan biraz artıq un. 1 stəkan, bir də 2 yemək qaşığı qədər un. Amma indi yox, axı 7 yumurtadır. Qoydum bir xanım, göstərim xanımlar. Deməli 2 dənə xrustal stəkan, görürsünüz. Bir də armud stəkan. 2 stəkan yarım. Vallahi xanımlar, mənim əl mikserim çox güclüdür. İnanın, bəlkə elə bundan da güclüdür. Deməli, hansı ki Trendyoldan sifariş etmişdim. Həm blenderdir, həm mikseridir, həm qabında olan blenderdir, həm əl blenderidir, həm mikseridir. İnanın, çox güclüdür. Sadəcə gələ bir heç olsa 15 dəqiqə gedərdim ondan oldu. Dedim, qolum ağrıyacaq, bundan etdim. Yəni 10 mikserlə mən elə 10 dəqiqə qarışdıranda yetərli olur. Gördünüz xanımlar, 2 paket qabartma tozu, 1 paket də vanil. Hamısını görsəm. Yumurtanı da gördünüz, 7 ədəd yumurta idi. Şəkər tozunu sonradan əlavə etdim. Dedim də 2 dolu olmayan xrustal stəkan şəkər tozu. Onları göstərirəm, görəcəksiniz, əlavə edirəm. Sonra 3 yemək qaşığı bitki yağı. Heç su əlavə etməmişəm mən. Xanımlar deyirlər su falan. Bir deyək qaynar su, bir deyək ilıq su. Mən heç əlavə etməmişəm. İstəyirdim əlavə edim, amma etmədim. Bir stəkan əlavə edim xanımlar. Qarışdırım. Çox əlavə etmirik ki, qarışdırırıq ki, yumru qalmasın içərisində. Belə gözəl xanımlar. Belə asta xanımlar aşağıdan. Bəlkə mən bu bir tərəfə keçirdim tripodu. Çünki qolum kameranın qarşısını kəsməsin.
İnşallah ki yaxşı alınır. Bir qaldı xanımda armud istəyəcəm. İndi onu az əlavə edəcəm ki, bunu yaxşı qarışdırım. Ondan ona dəyişir də. Ola bilər etmərəm, ola bilər edərəm. Xanımlar, balaca armud stəkanında. Xanımlar, armud stəkanında əlavə edirəm. 2 stəkan yarım. Siz istəsəniz 2 stəkan. Amma 2 stəkan azdır da xanımlar. Unu az olanda içərisi yaxşı bişmir. Yəni ola bilər armud stəkanın yarısını da əlavə edə bilərsiniz siz. 2 böyük xuruşdan stəkan, bir armud stəkanın yarısını da əlavə edə bilərsiniz. Bu cür. Bu kıvamda olur. Belə. Kənarlarında, formanın kənarlarında xanımlar yağladım. Görürsünüz, kənara falan heç nəyə də çıxmayıb. Yəni burada azacıq o heçdir. Belə xanımlar qoyuram bişməyə. İnşallah ki, məni peşman etməz. Xanımlar, bişmiş krem də hazırlayıram. Hazırladığım kremi əlavə edəcəm. 3 yemək qaşığı kraxmal. Gözəl xanımlar, 3 yemək qaşığı kraxmal. 500 ml süt. Xanımlar, deməli 2 stəkan yarımda, 1 stəkan 200 ml-dir. 2, bir də yarısı. Bişib qatlaşında söndürəcəm, başqa qaba əlavə edəcəm, üzərinə stres çəkəcəm ki, üzəri qaymaq bağlamasın. Soyuyanda digər krem üzərinə əlavə edib mikserlə qarışdıracam. Xanımlar, bu da biskvitin kənarlarıdır. Kofe çəkəndən keçirtdim, ovun talını gətirdim. İndi tortun üzərinə və yanlarına çəkirəm, səpirəm. Xanımlar, tortum hazırdır. Çox da gözəl alındı. Xanımlar, qoz da əlavə etmişəm. Çoxlu. Deməli, 3 hissəyə ayırdım. Hər hissəyə də bol-bol krem çəkdim və qoz əlavə etdim. Üzərinə çoxlu qoz əlavə etmişəm. Bol qozludur. Sadəcə ovuntular səpdim, dedim, artıq qalmasın da. Hamısını səpdim deyə qozlar görünmədi. Bol qozludur, xanımlar. Çox gözəl. Deməli, xanımlar, 7 ədəd yumurta, resepti də yazacağım. 7 ədəd yumurta. 2 xrustal, böyük xrustal stəkan, hər biri 1 barmaq aşağı şəkər tozu, 2 qabartma tozu, 1 vanil paketdə. Sonra 3 yemək qaşığı bitki yağı. Sonra xanımlar, deməli 2 stəkan yarımda 2 böyük xrustal stəkan, bir də armud stəkan, yəni 2 stəkan yarım. Armud stəkan, böyük stəkan yarısı qədərdir. Un. Mən sobamda 150 dərəcədə 40 dəqiqəyə bişdim. Belə kənarlarını kəsdim, ovuntu
halına gətirdim kofeydən də. Və qozdakı bol qoz etmişəm, göz yağı etmişəm. Qoz etməyə də bilərsiniz. Kremdəki xanımlar, deməli, bir banka qatlaşdırılmış süd, 250 qram çərək yağı və deməli, zavarlı krem hazırladım, qarışdırdım. Zavarlı kremi də sadəcə 3 yemək qaşığı kraxmal və 500 ml süd. 2 böyük xüsusilə stəkan, bir də onun yarısı. Bişənə qədər, qatlaşana qədər bişirdim, soyudu və hazırladığım çərək yağı ilə demək, qatlaşmış südün üzərinə əlavə etdim, mikserdə qarışdırdım və kremin hamısı gedib, lap az qalıb krem, lap az. Belə gözəl xanımlar. Sabaha qalsın, lap yumuşaq olsun, pambıq kimi. Sabah səhər uşaqlar işə gedəndə çayla içərlər, gedərlər. Kofe ilə çayla içərlər, gedərlər. Çox gözəl, bol qozlu. Xanımlar, burada altından belə qara-qara görünür. Onlar qozdular. Qozun bəziləri belə qaramtılı içərisində. Qozlardır. Xanımlar, hər dəfə videolarımda demişəm sizlərə, bu mənim cehizliyimdir, çay dəstimdir, bu bulududur, deməli 6 boşqabı idi xanımlar. Boşqablar təzə qalıb, çünki boşqabları çox istifadə etməmişəm də. Buludunu çox istifadə etmişəm, nəlbəkiləri istifadə olunub, nəlbəkiləri biraz rəngi bozarıb. Deməli, buludu xanımlar, 6 dənə boşqabı, nəlbəkiləri, çaşqaları sınıb, sonra çayniki sınıb, sonra balaca süd qabı deyirik, nə bilim, pesok qabı deyirdik, o vaxt, sonra qənd qabı, onlar qalır. Belə çox gözəl əvvəlin servizləridir. Səhv etmirəmsə Yaponiyandır. Tortu kəsim xanımlar, Məlik gözləyir. Tortu kəsim. Xanımlar, tortu dünən bişirdim də, axşama doğru bişirdim. Bir gün sonraya qalanda qəşəng olur, yumuşaq olur. Burada da kənd çolpası bişirmişəm, soz edəcəm. Çox özü bişib. Tortu kəsim sizlərə göstərim. Gözəl xanımlar, mən sizlərlə sağollaşıram, videomu burada sonlandırıram. İnşallah yeni videolarda görüşərik. Sağ olun, Allah amanında qalın. Allah əmanət olun, gözəl xanımlar. Xanımlar, mənim işlərim var idi, getdim işlərimi görməyə. Bu kənd çolpası qoymuşdum bişməyə. Günay bişirib, əllərinə sağlıq. Xanımlar, biz sozun suyunu belə az edirik, onda dadlı olur. Maşallah. Mən sadəcə elə qoydum, bişdi, ət və salam. Qəşəng Günay bir dənə soğan doğrayır, balaca soyub doğrayır, qızardıb. Sonra da əti biraz ondan soğanla qovurub. Sonra pomidor soku üzərinə əlavə edib. Sonra da kartoşkaları əlavə edib biraz 1-2 dəqiqədə elə bir yerdə qovurub. Elə deyirik də biz. Sonra bulyonun üzərinə əlavə edib. Heç əlavə su əlavə etməyib. Belə. Maşallah. Cəhənnəmin əllərinə sağlıq. Balalarım hoşu candan yiyərlər.